Herkese salam dostlar, YouTube kanalıma hoş geldiniz. Ben İsmail FF, bugünden sizinle birlikte yeni bir Call of Duty Mobile'in ikinci bölümüyle beraber videoyu beğenip kanala abone olmayı unutmayın ve başlayaq. 18 saniyemiz qalıb, lobide biraz uzun vaxt geçirdim, daha doğrusu bir dəqiqə falandır bu lobidədir. Neyse dostlar, dediğim kimi videoyu beğenip kanala abone olmayı unutmayın ve çayınızı çörəyinizi alıb izləməyi unutmayın. Baxan hər kəsdən xahiş edirəm ki, like atın və belə bırak. Baxanadır ki, qardaşım. O sniper tapdı, ama bu sniper bize başlayanda verilmir de, yani lobide yığdığımız şeyler təzədən qayıdır həmən yerinə. Neyse, rastgele bir takım verdi bize, görək başımıza neler gələcək. Qardaşım, bu təyyarənin içindəki silahları qref eləyə bilmirik biz. Taret maret zat, bu nədir? Orta mərkəz haradır? Ora deyəsənsə ora düşərik, bir problem deyil. Ama lider mənəm. Ona göre mən də deyirəm ki, fırlatma üstünə düşürük qardaşım. Silahı tez tapmaq lazımdır bu oyunda. Free Fire'da olduğu kimi. Və burada da silah yoxdur. Bu oyun qəsdən belə eləyir də, Allah'ın da olsun deyirəm. Silah vermir, verməyəcək. 3 saat mən gəzəcəm gərək silah tapmaqdan ötəri. Bax, burada giriş yox, orada giriş yox. Pompalını nə edirəm ya mən? 2 dənə özdə. Fərqli də o fərqli bir şey deyəsən. Bir de burada zırh söhbəti falan var. Öz zırhınızı özünüz qurursunuz, tapırsınız, çıxarırsınız sizə. Bir kəskin nişancı, bir dənə də pompalı tüfəyi. Misket bombası, bu nədir la? Ay, nə qədər şey var ya, bu oyun maraqlı gəldi mi? Ver bunu, aha qəşəng. Ağır mühimmat silahı. İndi gir çantaya, bu köynələri tulla gəlin. Tullama olmur. Nəsə özü tullur yəqin avtomatik. Bu boyda fırlatma üstünə bir nəfər düşmədi. Çıxaq bura. Bol killi bir videolar inşallah. Diyan. Yəni ətrafa baxım görüm bu. Sandıqlardan da deyəsən şey çıxır. Aha, atışma. Yəni bu yaxın məsafədir. Bunlar deyəsən botları. Yani bir vuruşa 2 kill. Dübən layla. Görək burada neler var. Ver bura. Silahımızı yeniliyə. Ala bu silahlar niyə belədir? Diyan bir nəfər də var. Gəldim. Birbirinizi öldürməyin. Gəlirəm. Kilimi çaldı peyser. Neyse. Maşından zaten tapıp cırmaq lazımdır buradan ki kilimizi çalmasınlar. Bunu da atırıq, murta atırıq. Zibidə yaramır deyəsən. Bu adam zır olurlar deyəsən. Deyirəm oyun cicdallaq şeyler var da bu oyunda. Neyse, dağlar, təpələr aşağı gedək yavaş. Maşın olsa lap zor olar değil mi? Maşın qabağımızdakı yolda var. Bax, nəyə gəlirsən? Siktir də aynı. Yani böyle. Bu evlerin içini lootlayaq qəşəng. El bombası gördü. Abi bombanı al qəşəng. Bundan istifadə edərik.
Oo, qardaşım. Oo, nə gətirdin sən mənə? Helikopterlə gəldi, brat. Amma adam var. Hər iki helikopterin başını buraxıb adama şey eləyəcəm. Deyən. Çünki bu oyundakı əsas məsələ kill almaqdır. Airdrop has been delivered. Qəşəng 3-cü killimizi də aldıq. Deməli belə, sən burada nələrin var? Zırh onarımız adı var. Bu zırh onarımlarını da istifadə eləyək, gözləyin. Hə qardaşım, sən düşmən mini. Eləs. Oo, qəşəng. Vertolyot çox pet atdı axı. Bax, dostumuzla vertolyota mindik. Bu oyun belədir də. Komandanı yığmaq istəyən bir oyunçu olur həmişə. O qaqaşın desən köməyə ehtiyacı var. Bax, Gromdur, nədir? 2 nömrə bax. Hadi yox, yoxdur. Prosta böyründə can kiti işarəsi var, ona görə dedim. Bu helikopterdən vertolyotdan düşəndə də qəti şəkildə ölmürsünüz dostlar. Oo, drop. Drop mən alacağım. Drop. Oo. The airdrop is coming. Dayan. Bax bu da şeydir, elə bil ki çox güclü bir loot daha. Bu da droplardan çıxan bir şeydir. Gəldik qardaşım, gəldik. Hə, ürəkdir də bu uşaq, Allah'ın olsun. Airdrop has been delivered. Dayan, biri bizim vertolyota vurdu. Dayan, vertolyota bir nəfər vurdu. Gəl buraya, hara qaçırsan? Çox pis qoydum axı. Dayan. Zırxımdan heç nəyim qalmadı. Vay, əsl oyuncuydu, amma andol Allah əsl oyuncuydu. Pompalı zor şeymiş ya. Mən də pompalını pisləyirəm, durub. Vertolyotu aramızda soxduz ala. Mən burada bu oyunçuya bizim vertolyota vururlar, düşmüşəm ki sən kimsən, nə var, nə yox. Bunlar da durub qaçışlar vertolyota ora. Gəlin qardaşım, gəlin. Qardaşım, min də vertolyota. Vay, başqa vertolyot. Dayan, başqa bir vertolyot gəldi. Ay bilet. Allah, açıb başqa yerə getməliyik. Allah'ın olsun qoyurlar. Dəqiqə gir, gir içəri. Ay sağ ol. Zırhımız adımı qırdılar ya. Sizin var yox. Diyam dəqiqə. Bax, burada bir nəfər çaqqal var. Ayaq səsiniz adını eşidirəm. Buna baxa, intiqama gəlib bu deyəsən. Qəşəng. Kilo aldı deyəsən. Yəni bir nəfərin də ayaq səsi gəlir. Hop. Buf. Qəşəng. Top bir dənə də fisyo. Bu botuydu amma bayaq kəsmədi ha. Yan dəqiqə bura qarşılar. Bu dropa gedib baxacam indi, gözləyin. Dropu birincisi istəyək. Ay, helikopteri buradan alıblar, şərəfsizlər. Biz də helikopter çağırarıq. Gözlüyüm də. Oyunun axırlarına yaxın bir dənə qəşəng helikopter çağırarıq. Bax, qıraqda helikopter işarəsi oldu. Oy, bu nə maraqlı oyunuymuş ya. Mən bunun videosunu zadını çəkərəm, çoxlu. Allah'a and olsun. Prosta oyuna öyrəşmək lazımdır da, biraz da
Bir dəqiqə, bu zırhı da istifadə edeyim. Zırhımız polun olsun. Çünki sniperdən kafadan qoyan kimi sıkıntı ölməyək. Almost ready. Biz bala nətər vertolyot çağırmışdı üstümüzə. Gördünüz xəritədə. Half of the teams are eliminated. Vertolyota vuran bizim axmaq idi, yoxsa The safe zone is yəni collapsing. düşməni idi, onu bilənmədim. Vertolyot da çox riskli olur ya, arada belə də güdümlü raket tapırlar bu oyunda, skut vururlar. Yan. Buralarda heç nə yoxdur. Aha! Qaşındı. Çaqqala bax, vertolyot görən kimi elə də qoyur. Vertolyotdan əsər qalmadı, Allah'ın olsun. The airdrop is coming. Vurma, birdən vertolyota vurar bu peysər. Yoxdur. Vertolyot sürüyor, getdi. Vertolyotu tərk eləmək lazımdır artıq. Əlvida vertolyot. Əlvida. Əlvida dostum, səni heç vaxt unutmayacağam. Hə, deməli belə. O vertolyotun canı yox idi, ona görə indim. Yoxsa vertolyotdan düşən zat deyildim. Bizə deməli bir dənə sniper olsa qəşəng olardı, ətrafı zadı qollamağa, uzaqdan vurmağa. O vertolyot atana görə maraqlı şeylər olacaq, adam tapacaq. Aha, ayaq səsi gəlir. Pompalını çəkdim tez. Bir, iki, qoyan mənim. 3, qəşəng, 4, 5. Bax belə ağıllı. Pompalı gülləni ver bura. Bir dənə vertolyot da biz də çağıraq da. Vertolyotu bura sevk elə, davay. Bax bizim vertolyot da gəldi. Ətrafı tarayacaq indi. Gedək vertolyotumuzun dalıca. Bu vertolyota minmək olmur, amma bu elektron vertolyotdur. Bunu aha. Bir kill gəldi deyəsən. Kill gəlmədi, nəyəsə vurdu vertolyotumuz. Kurur ya bu vertolyot. Aslında bu zərbəni, bu vertolyot zərbəsində takımlar çox olanda eləmək lazımdır. Mən də elə belə videoda göstərmək üçün elədim. Baba, buralarda adam var. Deyəm, o dairəyə gedim görüm qabaqdakı dairə adamdır yoxsa bir dənə dairə edilə belə. Chip terminal is almost ready. Aha, vertolyot kimsə qoyur. Pompalı zor imiş ya Kazvitsa. Top. 8 kill. Yazın qırağa. The safe zone is collapsing. The airdrop is coming. Güvənli bölgələr olar. Aha, çatışmalar başladı. Aksiyona girmək vaxtı. Pompalımızı dolduraq. Aha, gördüm. Airdrop. Kilini çal. Kilini çaldım qəşəng. Oo, vertolyot qoydu ha. Amma pis qoydu. Vertolyot qoydu yoxsa. Nəysə day. Bir ayaq səsləri gəlir buradan. Oo, vertolyotumuz ona qoyur ha. Bax belə vertolyot dəstək ver qardaşım.
10-cu öldürmə 10 kill. Yazın qıraq 10 kill. Yəni bunu alaq, bu bizə lazımdır şey. Keskin nişancı tüfeyi. Çox zor şeydir axı. Oy, bizim vertolyota atış açırlar. Baxın görürsüz. Bir diyanda o Suriye takım ortadan kaldırıldı. 11 kill. Diyan. Ben bu oyunu burada bitireceğim. Ne diyesem. Zırhımızı birinci şeyleyək, yeniləyək qaşa. Only 2 teams left. Getting close to victory. Vertolyot nə uzun qaldı ha göydə. Desəm bu dropu da yoxlayaq, birdən bundan da vertolyot çıxar. Daha yüksek. Bu pompalını da götürdü. Win. Bu. Qəşəng. 11 kill. O birisilər 2, 5, 4 kill alıblar. Ey bilə, bizim komanda zayım bir şey. Bir dənə oyunçu mənim burada. Oy bilə, Azərbaycanın bir nömrəli oyun youtuberi ikinci oyunundan 11 killə çıxdı. Qəşəng. Hayatta qalma 110. Oo, qəşəng verdi ha. Bomba atarı açdıq. 26 səviyyə. Görüşək. Oo, çoxlu silah sursatların şeyini açdıq ha. Lan çok uzat verdi. Neyse dostlar, sağ olun, videomuz bu kadar idi. Videoyu beğenip kanala abone olmayı unutmayın. Sağ olun, gelen videolarımızda görüşene dek. Call of Duty'nin devamını gelməyini istəyirsinizsə yorumlarda yazmayı unutmayın.